nişanı məhsulun halal tələblərə uyğun istehsal olunduğunu göstərən rəsmi işarədir. Bu nişan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan halal qiymətləndirmənin nəticəsi olaraq təqdim olunur. Gəlin halal uyğunluq nişanının istifadəsi ilə bağlı 5 əsas qaydaya nəzər salaq. Nişan yalnız sertifikatlaşdırılmış məhsullarda istifadə olunur. Sertifikatın əhatə eləmədiyi bölmə, filial və ya məhsulların üzərində loqodan istifadə nəzərdə tutulmur. Nişanın forması, rəngi və dizayını dəyişdirilə bilməz. Halal nişanı yalnız rəsmi rəng və formatda istifadə edilməlidir. Nişan məhsulun qablaşdırılmasında aydın görülməlidir. Halal nişanı məhsulun qablaşdırması üzərində açıq, silinməz və görünən şəkildə yerləşdirilməli. Heç bir etiket və dizayn elementi onu örtməməlidir. Halal nişanı reklam materiallarında yalnız rəsmi versiyada işlədilməlidir. Laboratoriya protokolları və bəzi rəsmi sənədlərdə isə istifadəsi qadağandır. Haqq akkreditasiya nişanı ilə istifadə qaydalarına diqqət edilməlidir. Haqq loqosu hazır məhsullarda istifadə edilmir. Amma Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu halal nişanının altında Türkiyə Respublikası Halal Akkreditasiya Qurumundan akkreditasiya edilmişdir qeydindən istifadə oluna bilər. Bu qaydalar halal uyğunluq nişanının düzgün və şəffaf istifadəsi, həmçinin istehlakçının aldadılmaması üçün nəzərdə tutulub. Halal nişanı etibar deməkdir. Düzgün istifadə isə bu etibarı qorumağın yeganə yoludur.